Bu soyuq payız günündə hər birinizi salam. Məxsusən şəhid valideynlər, şəhid analar. Allah sizlərə səbirlər versin. Bu gün bura yığışmışıq. İki şəhidimizin anım günüdür. Elçinin bir də bir var. Allah onlara və onların ruhu simasında cəmi şəhidlərimizi rəhmət etsin. Həmən payızdır ki, 5 il bundan əvvəl bilirsiniz ki, minlərlə can apardı. Nə qədər arzular getdi, qayıtmadı. Və bu yaxınlarda görürsünüz, yaxınlaşırıq, hədəfimiz də yaxınlaşır. Çox çəkməyəcək ki, xalqımız 8 noyabrda görəcəksiniz, necə atəşkeşanlıq eləyəcək. Amma sizlərin gözlərinizdə nə sevinc olacaq, nə üzümüzdə təbəssüm. Gözlərimiz elə yenə yaşaracaq. Bütün bu ağır acılarda görürsünüz, bu soyuq günlərdə hərəkətə gələn bu oğullar, əksəriyyəti görürsən ki, 2-3 bacının qardaşı, bir bacının qardaşı, tək evlatlar, o birlərinə qoşulub irəli getdilər. Bunu yağışında, qarında, soyuğunda, çovğununda, bəzən ac, bəzən sus, həftələrlə çəkməsi ayağından çıxmayan, bu soyuq torpağın üstündə sürünərək irəli gedən oğullarımızdır. Bunlar bizim şanlı qəhrəmanlarımız. Bütün bunların qarşısında baxsaq, bir də dənə qəhrəmanlıq salinaməsi gəlir. O da ləyaqətli və şərəfli olur. Allah sizlərə səbirlər versin. Bunu bəzən deyəndə görürsən ki, çalışırlar ki, o bir tərəfində deyil. Keçən dəfə də dedim ki, daşların altında bilirsiniz nə qədər saadətlər yatır. Bu daşların altında nə qədər zəhmətlər, nə qədər əziyyətlər, nə qədər həvəslər, nə qədər ümidlər qoyulur. Hər bir kəsin də boynunda haqqdır ki, bu barədə düşünsün. Və sonra deməsin ki, bunlar uzun-uzadı danışırlar, çıxışlar eləyirlər, olub da müharibə. Bəzən insan görürsən bir quzu itirəndə gecə-gündüz fikrin eləyir. O boyda pəhləmanı, o boyda qəhrəmanı vətən üçün qurban verirdi. O nə etməlidir ki? Gecə-gündüz kədərlənər də ömrünün axırına can. Bizim nənələrimiz 2-ci Dünya müharibəsindən sonra bilirsiniz nə zillət çəkdilər, amma səbr etdilər, dözdülər. Düz ölən günlərinəcən o qəhrəmanların yaşatdılar. Bu 2 günlük deyil ki, mən də qoşulun başqalarına nəsə deyim. Bu vətəndir, bu vətən torpağıdır. Adi bir şey deyil. Bundan ötəri ölməyə deyir. Həzrət Əli Əleyhisselam buyurub ki, insan canının qiyməti cənnətlə ölçülər. Canın qiyməti cənnətdir. O qanın qiyməti cənnətdir. Buna görə də analar, Allah sizə səbir versin. Bu sizin ilk öncə, necə deyərlər, bu qələbədirsə, ondan sonra zəfərdir, o birisidir, bu birisidir. Bu xalqa bəxş olunan, qaytarılan 1 milyon kvadrat kilometr, bu sizlərin zəhmətidir ilk öncə. Buna görə də hər mən başda olmaqla hər bir kəs sizlərə minnətdar olmalıdır. Amma arzu baxımından, həvəs baxımından, ondan sonra çox şeylər vardır. Yəni mən onları qabartmıram bir-bir. Onların heç bir həyata keçmədi. Yəni, gözümüzün qabağında da onların körpəliyi də, onların məktəbə getməyi də, bağçaya getməyi də, o balaca totuş yumruqları vardı, balaca əlləri vardı. O papağı da, uşaqlıq bax, hamısı gözümüzün qabağında, hamısı. Heç birində unutmamışıq, haqqımız da yoxdur unutmamışıq. Amma intizarımız var da, intizarımız var hələ də. Görüşür ki, hansısa bir yerdə, bir məntəqədə, yəni haradasa qarşılaşma inşallah olacaq. O ki, qaldı arzulara, arzusu ürəyində qalan bu gənc əskərin solmuş baharı vətən yolunda. Bu nakam talihin qısa ömrün adını şəhid yazdılar məzar daşında. O dünyasında çox az bahar görüb, onsuz aylar, illər çox qəmli ötüb. Bir payız səhəri gözlərin əbədi yumur, qopub ömrün yarpağı cavan yaşında. Hərdən onunla görüşürük rüyada. Deyir, bilirəm işin ağır oldu dünyada. Söz vermişdim qaydacağam yağışlar, qarlar yağanda. İndi bildim ki, bəzən yaşıl yarpaqlar da solarmış baharlarda. Məni bağışla ki, səni gözü yaşlı qoydum bu vəfasız yollarda. Dərdimlə səni də qocatdım cavan yaşında. Allah şəhidlərimizə rəhmət eləsin, onların valideynlərinə səbir diləyirəm. Allah sizə səbir versin. Bizim bir vətənimiz var, o vətənimizin adı Azərbaycandır.
Azərbaycan, Məhəmməd Peyğəmbər onu yeryüzünün cənnəti adlandırır. Sənə mərd oğullar edər canını qurban, sən yeryüzünün cənnətisən Azərbaycan. Ulu torpaq, səni oğlumun tabutuna bükülən bayraq, bir daha yenmə səmalarda dalğalan. Ulu torpaq, atalardan, babalardan yadigarsan, qəhrəmanlar yurdusan, şəhid qanıyla yoğrulmusan, Azərbaycan, Azərbaycan, Azərbaycan. Bax, bu cür də Azərbaycan bizlər üçün. Əgər mən bu günləri bu sınıq qəlbimdən, bu əzilmiş könlümdən bu qədər Azərbaycanı tərifləyirəmsə, heç bir xətası olmayan bir adam ondan ötəri məndən də çox yanmalıdır ki, mən də onlardan biri ola bilərdim. Biz bunu özümüz üçün eləməmişik, ümumən vəhdət üçün eləmişik. Bu qayıtmayan oğulların o qədər sonsuz həvəs və arzuları, xəyalları olub ki, kimisi ev eşqində olub, kimisi ailə qurmaq eşqində, hərə bir şeydə. Daim həvəsi vardı toy düyünə. Nə edim ki, qəmli çalındı sazı məzlum balamın. Bax, belə bir şey də olur. Belə bir